Melek kartları bugün danışmaq istədilər. Dedilər ki, bu videonu izləyən insanın qarşısında bir qapı açılır. Bu qapı hansı qapıdır? Gəl ona baxaq. Həyatına tez bir vaxtda, bir həftə, 10 gün, bir ay ərzində gələn bir yenilik, açılacaq bir qapı. Hansı qapıdır? Gəl ona baxaq. Hazırda belə baxaq. Hazırda nəyə ehtiyacın var? Birinci ona baxaq. Bu videonu izləyən insan, mələklər nə deyirlər? Hazırda sənin ehtiyacın olan hansı bir enerjidir, hansı bir situasiyadır, nədir? Bir məsləhət, nəyə ehtiyacın var? Yeniliklərə ehtiyacın var. Yeni həyat arkadaş ola bilər, yeni, belə deyim də, yeni bir münasibət gözləntisində olan insanlar var həyatında. Dualar eləyirsiniz. Həyatına sənə dəstək ola biləcək bir insan üçün. Bu münasibət də ola bilər, bu sevgi də ola bilər, bu işinlə əlaqədar, həyatınla əlaqədar dəstək də ola bilər, bu dost da ola bilər. Amma bu dəqiqə bir qoruyucu, bir dəstək gözləyirsən, sənə dəstək olacaq bir insan gözləyirsən. Və kartlar sənə deyir ki, olacaq. Sən hisslərinlə hiss eləyəcəksən bu insanın sənin olduğunu və sənə aid olduğunu. Bu dəqiqə sadəcə dəstək axtaran bir insanlar var. Bu dəqiqə sənin axtardığın bir dəstək var və onun arxasında bilirsən nə var? Keçmişi buraxmalısan. Keçmiş travmalar var, keçmiş insanlar var. Səni keçmişə çəkən insanları, səni ağrıdan insanları geri buraxmalısan. Bu dəqiqə bu enerjidəsən, yenilik axtarışındasan. Gəl baxaq, hansı bir qapı açılır? Bu çox uzun bir açılım olmayacaq. Gəl baxaq, qarşında bir həftə, bir ay ərzində hansı bir yeni qapı açılır, hansı bir yeni imkanlar açılır. Gəl buna baxaq. Bir həftə, bir ay içində qarşında açılacaq o qapı nədir? Səni hara aparacaq? O, ən gözəli, bərəkət yağmuru. Elə bir gözəl qapı açılır ki, ruzi bərəkət dolu bir qapı açılır sənin üçün. Maddi durumunu düzəltmək üçün qarşına fürsət çıxacaq. Maddi durumun düzələcək. Belə deyim də, pulla əlaqədar olan, maddiyyatla əlaqədar olan qayğıların sona ərəcək. Mən demirəm bir ay içində əlbə çoxlu pul gələcək və s. O deyil. Sadəcə bu bilirsən nədir? Sənin o arzu elədiyin o maddi stabillik var. Bax, o stabilliyə bir qapı açılacaq. Hər şey zəncirvari bir-birini tamamlayacaq. Bir iş fürsəti, bir imkan, bir insan qarşına çıxa bilər, bir dəstək ola bilər və dama-dama artıq bu açılış o maddi stabilliyinə yol açacaq və belə deyim də, pulla əlaqədar, işlə əlaqədar sıxıntıların həll olacaq. Gəl baxaq, nə deyir, nə məsləhət görür sənə, bununla əlaqədar nə məsləhət görür? Kartlar nəyi məsləhət görür? Sənin, belə deyim də, enerjin çox güclüdür və yəni bu dəqiqə sənin dualarının eşidilən bir anındasan. Duaların artıq qəbul olur. Sənin həyatına istədiyin şeyləri çəkmək enerjin çox yüksəkdir və buna görə də danışıqlarına və sözlərinə diqqət et deyir. Yalnız istədiyin şeyləri, yaşamaq istədiyin şeyləri düşün. Negativ düşüncələri kənara ataraq bu dəqiqə elə bir dönəmdəsən ki, həyatının, yenə deyirəm, dualarının maksimum eşidildiyi bir dönəmdəsən. Dualarının, ağzından çıxan sözlərin, düşüncələrinin həyatına çəkdiyi bir dövrdəsən. Ona görə də düşüncələrinə, dualarına, kəlmələrinə diqqət et və bu dəqiqə elə bir ki, həyatına bir ssenari yazırsan. Və bu dəqiqə həyatında bir dənə də ağzından negativ cümlə çıxartma, onları da həyata keçirə bilərsən. Yəni, o qədər güclü cazibə qüvvəsi var ki, sənin enerjində. Pis düşünsən, pisi çəkəcəksən, yaxşı düşünsən, yaxşını çəkəcəksən. Məsləhət görürəm, belə bir dönəmdə özün üçün bir ağ bir dəftər tut, gözəl bir şəkilli, gözəl bir formalı, bəyaz bir dəftər tut, qırmızı qələmlə həyatında yaşamaq istədiyin senariləri negativ cümlə istifadə eləmədən qur yaşat. Məsələn, olmuş kimi yaz və daimi olaraq o arzu dəftəri olsun sənin üçün və etap-etap daimi olaraq onları tez-tez özünə təkrarla. Çünki bu cazibə qüvvəsindən mütləq şəkildə istifadə etməlisən. Məsələn, nə istəyirsən?
gözəl bir ailə istəyirsən, gözəl bir insan istəyirsən həyatda, mənim həyatımda gözəl bir insan var, gözəl bir ailə var. Məsələn, işində uğurlu bir gəlir istəyirsən, mənim gözəl bir işim var, bu qədər gəlirim var və çox xoşbəxtəm və buna görə Allaha, Yaradana, Tanrıya, kainata təşəkkür edirəm, minnətdaram. Yəni şükürlər, təşəkkürlər eləyəcəksən. İstədiyin arzunu olmuş bir şəkildə yazırsan, etap-etap, yenə deyirəm, negativ bir cümlə istifadə etmədən. Çünki indi həyatında tam olaraq istədiyin şeyləri cəlb edəcəyin bir dövrdəsən, cəlb elədiyin bir dövrdəsən. Özün üçün, həyatın üçün bir ssenari qur və o ssenarini olmuş bir şəkildə yaz və şükür elə. Bunun olduğuna görə şükür elə. Bu sənin üçün qapılar açacaq. Bu qədər. Aldım, qəbul etdim, yaz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.